Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün mən sizə növbəti ikinci bir sınağın izahını verəcəm. Sınaq mövzumuz yer səma cismidir, yəni ikinci bölmə və dim sınağının ikinci hissəsinə baxırıq. Birinci sualdan başlayırıq. Yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edin. A məntəqəsində saat verib 15:40 və orada 30 dərəcə şərq uzunluğunda yerləşir. Digər bir məntəqələrə fikir versək, B məntəqəsində saat 20:20-dir, C məntəqəsində isə saat 21:00-dur. Deməli, B və C məntəqələri hər iki məntəqə şərq yarımkürəsində yerləşmiş olacaqdır. Amma indi bunu hesablama ilə biz tapmış olaq. Əvvəlcə B və A məntəqələri arasında vaxt fərqini tapırıq. Deməli 20:20-dən biz 15:40-ı çıxırıq və 20:20-dən 15:40-ı çıxanda burada bilirik ki, alınır 4 saat 40 dəqiqə. Yəni 4 saat 40 dəqiqə fərq var. 4 saat 40 dəqiqədə 1 saatımız 1 saat 15 dərəcə olduğu üçün biz 4-ü 15-ə vururuq. Bu eləyir 60 dərəcə. 40 dəqiqədə 1 dərəcə 4 dəqiqə olduğu üçün bunu 4-ə bölsək 10 dərəcə. Deməli 10 ilə 60-ı toplayırıq. Elə 70 dərəcə. Deməli 70 dərəcə B məntəqəsi A məntəqəsindən şərqdə yerləşir. 30 dərəcə üstəgəl 70 bərabərdir 100 dərəcə şərq uzunluğu. Biz B-ni müəyyən etdik. İndi isə C-ni müəyyən edək. C ilə B arasında isə 21:00-dan 21:00-dan biz çıxırıq 20:20-ni. Bu deyilir 40 dəqiqə. 40 dəqiqə də 4-ə böləndə 10 dərəcə edir. Deməli, C məntəqəsi də 10 dərəcə şərqdədir. B məntəqəsindən 100-ün üstünə də 10 əlavə etsək, 110 dərəcə şərq uzunluğu. Deməli, müvafiq olaraq cavabımız 100 dərəcə şərq uzunluğu, 110 dərəcə şərq uzunluğu B variantı. İkinci sxemə baxırıq. Sxemə əsasən yanlış bəndi müəyyən edir. Əvvəlcə gəlin bu məntəqələrin coğrafi uzunluqlarını müəyyən edək və Greenwich meridianına da diqqət edək. A və D məntəqələri, həmçinin də C məntəqələri, baxın bu qeyd etdiyim bu 3 məntəqələrə fikir versək, bunlar qərbi yarımkürəsində yerləşir. F məntəqəsi Greenwich-in üzərindədir. B və Y məntəqələri isə şərq yarımkürəsində yerləşirlər. O zaman hər bir məntəqənin coğrafi uzunluğunu müəyyən etdik. A məntəqəsi 20 dərəcə şərq uzunluğundadır. 20 dərəcə qərb uzunluğundadır daha doğrusu. Həmçinin D məntəqəsi də eyni meridiandadır. O da 20 dərəcə qərb uzunluğundadır. C məntəqəsi isə 60 dərəcə 60 dərəcə qərb uzunluğunda yerləşir. B və Y məntəqələri isə B həm də Y məntəqələri də bunlar da 20 dərəcə şərq uzunluğunda yerləşir. Həmçinin də F məntəqəsi isə 0 dərəcəli uzunluqda yerləşir. İndi bizə qeyd edir ki, A məntəqəsi 23-cü saat qurşağında yerləşir. Həqiqətən də 20 dərəcə qərb uzunluğu biz 15-ə böləndə 1 qalıqda 5 qalır və bu da o deməkdir ki, biz 24-dən də biri çıxsaq 23-cü saat qurşağı. Çünki bu məntəqə qərb yarımkürəsində yerləşir. Deməli, birinci cavabımız doğrudur. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidir. D məntəqəsi 20 qərb uzunluğundadır. C məntəqəsi isə 60 qərb uzunluğunda. Həqiqətən də D məntəqəsi C-dən 40 dəqiqə, yəni 60-dan 20-ni çıxsaq 40 dərəcə irəlidədir və 40 dərəcə də saat olaraq ifadə etsək 40 dərəcə 2 saat 2 saat, yəni 1 saatımız 15 dərəcə olduğu üçün 15-ə bölsə 2 saat deməli 40 dəqiqə edir. 2 saat 40 dəqiqə həqiqətən də D məntəqəsi irəlidədir. C-də 23 sentyabrda C və D məntəqələri günəş şüaları fərqli bucaq altında görər. Baxaq C məntəqəsi 15 dərəcə cənub enliyindədir. D məntəqəsi də 15 dərəcə şimal enliyindədir. 23 sentyabrda günəş ekvatorda zenitdə olduğu üçün hər iki məntəqədə günəş bərabər səviyyədə görünmüş olacaq. Deməli C cavabı yanlış cavabdır. D-də 21 mart 23 sentyabra qədər F məntəqəsində gecənin uzunluğu çoxalacaq. Bəli, çünki günəş şimal yarımkürəsinə doğru getdiyi üçün cənub yarımkürəsində olan F məntəqəsində gecənin uzunluğu çoxalacaq. B və Y məntəqələrində yerli vaxtı Bakı şəhərinin yerli vaxtından geridir. Bəli, B, Y məntəqələri
20 dərəcə şərq uzunluğunda yerləşir. Bakı isə 40 dərəcəlik şərq uzunluğundadır. Ona görə də, yəni Bakı təxminən buradadır. Ona görə də Bakının vaxtından geridir. Deməli, bu da doğru fikirdir. Yanlış olan C variantı. 21 mart və 20 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqə. 21 martdan 20 sentyabra qədər Günəş bilirik ki, ekvatordan şimal yarımkürəsinə doğru hərəkət edir. Deməli, şimal məntəqələr daha çox şimalda olan məntəqələrdə gündüzün uzunluğu daha çox olacaqdır. Bunun əsasında biz baxsaq, ekvatordan ən çox şimalda qalan 3 məntəqəyə fikir versək, bu birinci məntəqədir, ikinci məntəqədir, bir də altıncı məntəqədir. 1, 2, 6 cavab burada D variantı olacaqdır. Ekvatorda yerləşən 7 məntəqəsinə gecə və gündüz demək olar ki, bərabər olur. Burada 3-cü məntəqədə də çox böyük fərq olmur. Ona görə də ən çox 1, 2 və 6-nı götürəcəyik. 4-də yer planetin yarandığı ilk vaxtlarda onun səthinə çoxlu asteroid və meteoritlərin düşməsinin səbəbi nə idi? Təbii ki, yerin kütləsinin az olması ola bilməz. Yerin günəş ətrafında fırlanma sürətinin az olması da yanlışdır. Yer qabının formalaşmaması da yanlışdır. Yerin maqnetizminin zəif olması. Təbii, yerin maqnetizmi onu kosmik zərrəciklərdən qoruyur. 5-ci suala baxaq. Şimal qütb dairəsi və Cənub qütb dairəsinə oxşar olan fikirləri seçək. 3 qitəni kəsib keçir. Şimal qütb dairəsi Avropa, Asiyanı və Amerikanı kəsir. Deməli, bu birinci elə uyğundur. Amma Cənub qütb dairəsi təkcə Antarktidanı kəsir. Ona görə aid ola bilməz. 60 dərəcə və 70 dərəcə cənub enişləri arasında yerləşir. Şimal qütb dairəsi 66,5-dir şimal enliyi. Cənub qütb dairəsi də 66,5 dərəcə cənub enliyidir. Təbii 60 və 70 dərəcə cənub enişləri arasında yerləşən təbii ki, ikinci məntəqədir. Yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Yay gündönümü şimal yarımkürəsində olduğu üçün bu şimal qütb dairəsində olur. Yay gecə gündüz bərabərliyi ki, günəş şüaları 23,5 bucağı altına düşür. Bu hər iki məntəqə üçün doğrudur. Çünki günəş ekvatorda zenitdə olanda həm şimal qütb dairəsinə, həm də cənub qütb dairəsinə günəş 23,5 dərəcə düşür. Qış gündönümü günəş şüaları 47 dərəcə bucaq altında düşürsə, baxın qış gündönümü günəş 23,5 cənub enliyində zenitdə olur və şimal qütb dairəsində qütb gecələri olduğu üçün ora günəş 47 dərəcə düşə bilməz. Aydın məsələdir ki, bu cənub qütb dairəsinə aiddir. Yəni bunu dustur kimi də yazsaq bu formada yazacağıq. Yəni 66,5 çıxılsın 23,5 dərəcə. Bu da eləyəcək 47 dərəcə. Deməli, söhbət burada cənub qütb dairəsindən gedir. Deməli, uyğun olaraq cavabımız belə olacaq. 1, 3, 2, 5 və 4. 1, 3, 2, 5 və 4. Deməli, cavabımız C variantıdır. 5-də cavab C variantı, 6-ya keçirik. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti nədir? Torpaq örtüyünə malik olması, yerdə tekton hərəkətlərin baş verməsi, atmosferdə qar tərkibinin sabit olması əslində dəyişkəndir, meşələrin yaranması dəyişkəndir, yer və günəş arasında məsafənin münasib olması, təbii ki, yerdə suyun içəridə olması, yerlə günəş arasında məsafənin münasib olması, onun həddən çox qızması və soymasının qarşısını alır. Və burada həyatın olmasının ilkin şərti hesab edilir. 7A məntəqəsində 10 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğunda cismin kölgəsi olmadığı zaman Bakı şəhərində saat neçə olar? 10 dərəcə şimal enliyində cismin kölgəsi yoxdursa, deməli günəş elə 10 dərəcə şimal enliyində zenitdədir və saat 12:00-dur. Deməli biz belə fikirləşək, əgər 10 dərəcə 130 deməli qərb uzunluğu və 10 dərəcədə şimal enliyində günəş 90 dərəcə düşürsə, saat 12:00-dursa, bəs Bakı şəhəri isə 40 dərəcə şimal enliyindədir və Bakı şəhəri isə onun əks hissəsindədir, yəni 50 dərəcə şərq uzunluğunda təsəvvür eləsək. O zaman Bakı şəhəri ilə bildiyimiz 130 dərəcə qərbin əksi 50 dərəcə şərq uzunluğudur. Deməli, bu arasında 180 dərəcə fərq var. 180 dərəcədə 12 saat deməkdir.
Deməli, Bakı şərqdə olduğu üçün, deməli, əgər 10 dərəcə şimal, 130 dərəcə qərb uzunluğunda günorta vaxtıdırsa, çünki zenitdirsə, deməli, günorta vaxtıdır. Deməli, 12:00-dan 12 saatda keçməlidir ki, yəni 12 saatda dəyişməlidir ki, gəlib Bakı şəhərinə çatsın. Bu da eləyir 24:00. Cavab burada olacaq A variantı. Yəni, Bakı şəhəri o 130 dərəcə qərb uzunluğundan 12 saat irəlidədir və saat 12 olarsa, onda Bakıda da saat 24:00, yəni gecə yarısı olacaqdır. 8-ci suala bax. Xəritə sxemində qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olacaq? 22 iyunda gündüzün uzunluğu şimal yarımkürəsində daha uzun olur. Və amma ən qısa olması üçün, yəni burada az olması üçün, deməli məntəqə daha çox cənub yarımkürəsində olmalıdır. Məntəqələr isə 1, 2, 3-cü məntəqələr hamısı şimal yarımkürəsi, təkcə 4-cü məntəqə cənub yarımkürəsidir. Deməli ən e, qısa, gündüzün qısa olduğu məntəqə 4-cü məntəqədir ki, bu da B variantında e, göstərilmişdir. Xəritə sıxımında qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu e, daha az olacaqdır? Bəli, gündüzün uzunluğunun 22 iyundan bəhs edirsə, deməli burada bəli, bu Y məntəqəsində gündüzün uzunluğu, daha doğrusu Y məntəqəsi deyil, burada 5 məntəqəsində, Y-də yox, daha doğrusu B məntəqə, yəni 5 məntəqəsi daha da cənubda olduğu üçün burada 5 məntəqəsi B variantıdır sualın doğru cavabı. Bu yeri silək. 9-cu suala baxaq. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat quşan orta meridianını müəyyən edin. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəli olan məntəqə. Deməli 8 saat 1 saat 15 dəqiqədirsə, 8 saat irəlidirsə, deməli 120 dərəcə fərqi var. Bakının coğrafi uzunluğu 50-dir. Ondan 120 dərəcə şərqə getsək, 120 şərqə getsək, 170 dərəcə şərq uzunluğuna çatırıq. 170 dərəcə şərq uzunluğunun isə orta meridianı 15-ə bölsək, 11 dəfə bölünür və qalıqda 5 qalır. Bu da o deməkdir ki, biz 11-i elə 15-ə vursaq 165 dərəcə şərq uzunluğu edir. Deməli, cavabımız olacaq D variantı. 10-cu suala bax. A məntəqəsi 20-ci saat quşağının orta meridiandan 20 dərəcə qərbdə olarsa, onun yerləşdiyi saat quşağının sərhədlərini müəyyən edin. A məntəqəsi 20-ci saat quşağının orta meridiandan 20 dərəcə qərbdə olarsa. Baxaq, 20-ci saat quşağının orta meridianı tapmaq üçün əvvəlcə 24-dən 20-yə çıxırıq, 4. 4-ü isə 15-ə vururuq. 60 dərəcə qərb uzunluğu deyir. Əgər ondan 20 dərəcə qərbə getməliysə, 60-ın üzərinə də 20 gəlirik. Bu da elə 80 dərəcə qərb uzunluğu. Onun yerləşdiyi saat quşağının sərhədləri. Əvvəlcə 80 dərəcə qərb uzunluğunun orta meridianı tapmaq üçün, deməli 80 dərəcə qərb uzunluğunu 15-ə bölsək, bu 5 dəfə, qalıqda da 5 qalır. Deməli 5-i 15-ə vururuq, 75 dərəcə qərb uzunluğu orta meridiandır. Və onun sərhədlərini müəyyən etmək üçün 75-in üzərinə bir dəfə 7,5 əlavə edirik. Bu eləyir 82,5 qərb uzunluğu. Bir dəfə isə 75-dən 7,5-i çıxırıq. Bu da eləyir 67,5 qərb uzunluğu. Deməli 82,5 qərb uzunluğu və 67,5 qərb uzunluğu Y cavabı. 11-ci suala baxaq. Yerin sxemdəki vəziyyətinə əsasən doğru ifadələri müəyyən edin. Sxemdəki vəziyyətə fikir versək, şimal yarımkürəsi günəşə tərəf çevrilmişdir. Deməli, söhbət 22 iyundan gedir və günəş də 23,5 dərəcə şimal enliyində zenitdədir. O zaman buna uyğun fikirlər. Cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Bu doğrudur. Şimal yarımkürəsində ən qısa gündüz müşahidə. Bu yanlışdır. Ən uzun gündüz olmalıdır. Günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. Fikir yanlışdır. Çünki qeyd etdik ki, şimal enliyindədir. 66,5 şimal enliyində şimalda qütb gündüzləri müşahidə olunur. Doğrudur.
Cənub yarımkürəsində yay fəslidir, xeyir qış fəslidir. Günəş şüaları Bakı 73,5 bucaq altına düşür. Bəli, həqiqətən də 90-dan 40 çıxır 23,5 düsturundan hesablayanda Bakı şəhəri günəşin maksimum düşmə bucağı elə bu tarixdə 73,5 dərəcə olur. Cavab 1, 4, 6 B variantı. 12-ci suala baxaq. Diaqrama sizin cismin yerləşdiyi coğrafi yerliyi müəyyən edin. Görürsünüz ki, 22 iyunda cismin kölgəsi çox uzundur, yəni boyundan 2 dəfə çoxdur. 21 mart 23 sentyabrda bərabərdir. Amma 22 dekabrda isə kölgə yoxdur. Bu açıq aydındır ki, 22 dekabrda kölgə yoxdursa, deməli həmin məntəqə elə 22, 23,5 dərəcə cənub enli olacaqdır ki, həmin vaxtı orada kölgə qeyd olunur. Cavab D variantıdır. 12-ci sualda. 13-cü suala bax. Xəritə sıxımdasın. Qütb gecə gündüzləri müşahidə olduğu məntəqələri müəyyən edin. Qütb gecə gündüzləri qütb dairələrindən daha şimalda olan, qütb dairələri və onlardan daha şimalda olan məntəqələrdə müşahidə edilir. Biz diqqətlə bu şəkili nəzər salsaq, qütblərə yaxın olan məntəqələri götürürük. Baxın, H məntəqəsi, bundan başqa Y məntəqəsi və G məntəqəsi. C, Y və H məntəqələrində qütb gündüzləri müşahidə ediləcək. Digərləri isə qütb dairələri arasında olduğu üçün burada qütb gecə və gündüzləri baş vermir. 14 müxtəlif məntəqələrdə eyni anda günəşin üfüq vəziyyətinə əsasən daha qərbdə yerləşən məntəqəni müəyyən edin. Bilirik ki, şərqdəki məntəqələrdə irəlidir vaxt, qərbdə geridir. Bu məntəqələrdə fikir versək, vaxtın ən geridə olduğu məntəqə təbii ki, hələ gün təzəcə çıxmağa başlayır. Baxaq, burada 4-cü məntəqədə gün hələ təzəcə çıxıb. 2-ci məntəqədə gün artıq biraz üfüq üzərinə qalxıb. 3-cü məntəqədə gün artıq. 1-ci məntəqədə gün ortadır. 3-cü məntəqədə gün ortadan keçib. 4-cü məntəqədə isə artıq gün batır. Yəni, ən irəlidə olan məntəqə 5-dir. Ən geridə olan məntəqə isə 4-dür. 4 də C variantında göstərilib. 15-ci suala baxın. Başlanğıc meridiandan 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarının müvafiq olaraq müəyyən edin. Başlanğıc meridian 0-dır. 0-cı meridiandan 27 dərəcə şərqdə və 27 dərəcə qərbdə yerləşən məntəqələr. 27 dərəcə biz 15-ə bölsək bu 1 saat 12 dərəcə qalır. Yəni bu deyilir 2. 27-ci şərq uzunluğu, 27 dərəcə şərq uzunluğu yerləşdiyi ikinci saat qurşağında. Digəri isə qərbdə olduğu üçün 24-dən 2-ni çıxırıq. Bu deyilir 22, yəni 22-ci saat qurşağı. 2 və 22-ci saat qurşaqları olacaq. Sualın doğru cavabı. Müvafiq olaraq 2 və 22-ci saat qurşu. 16-cı sual. Hansı ərazilərdə maqnit anomaliyası müşahidə edilir? Maqnit anomaliyası, yəni kompasın əqrəbinin işləməməsidir. Bu da maqnit qütblərinə yaxın olan ərazilərdə, həmçinin də maqnitli xüsusiyyətlərinə malik olan dəmir, nikel, kobalt kimi metalların olduğu ərazilərdə kompasın əqrəbi düzgün göstərmir ki, buna biz maqnit anomaliyası deyirik. Cavab variantlarına fikir versək, C variantı dəmir filiz yataqlarında bu anomaliya baş verir. 17. Qütb parıltısı nə deməkdir? Qütb parıltısı günəş küləyinin elektrik yüklü zərrəciklərinin yerin atmosferin yuxarı hissəsi ilə toqquşması nəticəsində yaranan parıltılara deyilir. Bu da B cavabında öz əksini tapmışdır. 18-ci suala baxaq. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsilləri müəyyən edin. Görürsünüz ki, günəşdə üfüqdə çox hündürdə olanda təbii ki, yay fəslidir. Orta hissədə olanda təbii ki, bu yaz və ya payız ola bilər. Üstdə isə deməli göründüyü kimi qış fəslidir. Deməli, birinci məntəqədə yay olacaq, digər variantlar ola bilməz. İkinci məntəqədə qış ola bilməz, çünki ən aşağı 3-dür. Deməli, İkinci məntəqədə olmalıdır yaz. Üçüncü məntəqədə isə qış olacaq. Cavab oldu Y variantı.
19-cu suala baxırıq. 10 dərəcə cənub enliyində günəş şüaları 76,5 dərəcə bucaq altına düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. 10 dərəcə cənub enliyinə günəş şüaları 76,6 bucaq altında. Əvvəlcə 90-dan 76,5-ə çıxırıq. Bu eləyir 13,5. Deməli, həmin məntəqəyə 10 dərəcədən e, 13,5 dərəcə şimalda olmalıdır və ya deməli 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altı düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Gəlin enliyi müəyyən edək. Deməli, həmin enlik 10 dərəcə cənub enliyindən ya 13,5 dərəcə cənubda olmalıdır, ya da 13,5 dərəcə şimalda olmalıdır. 10 dərəcədən cənub enliyindən biz 13,5 dərəcə şimala getsək, bu 3,5 dərəcə şimal enliyi eləyəcək. Deməli, günəş burada zenitdə olsa, 76,5 düşə bilər. Və yaxud da 10 dərəcənin üzərinə 13,5 əlavə etsək, bu eləcə 23,5 dərəcə cənub enliyi. Deməli, 3,5 dərəcə şimal enliyi cavablarda yoxdur, amma 23,5 cənub enliyi mövcuddur. Həqiqətən də 23,5 dərəcə cənub enliyində günəş zenitdə olanda 10 dərəcə cənub enliyinə 76,5 dərəcə düşür. 20-ci suala baxaq. Tropik işıqlanma qurşağının cənub sərhədi ilə Bakı şəhəri arasında məsafəni hesablayın. Tropik işıqlanma qurşağının cənub sərhədi bildiyimiz kimi 23,5 dərəcə cənub enliyidir. Bakı isə yerləşir 40 dərəcə şimal enliyində. Bunlar arasında dərəcə fərqi biri cənub şimal olduğu üçün toplamaq lazımdır. 23,5 bərabərdir 63,5 dərəcə. Və sonra aldığımız bu 63,5 dərəcəni isə 111-ə vurmalıyıq. Bu da eləyir 7000 63,5-i də 111-ə vursaq, bu da eləyir 7048,5 kilometr. Cavabımız oldu Y variantı. 21-ci suala baxırıq. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19. Deməli, A məntəqəsində burada 4 oktyabrdır. Və saat da ki 19:20. Deyir ki, B məntəqəsində hansı gün və saat neçə olar? A məntəqəsi B məntəqəsinə fikir versək, B məntəqəsi qərbi yarımkürəsində yerləşir. A məntəqəsi isə şərq yarımkürəsində yerləşir. Ona görə də əvvəlcə bunlar arasında dərəcə fərqini tapsaq, 180-də əsasən hesablasaq, buradan bura 10 dərəcə burada, 20 dərəcə də burada. Hesab toplayanda deməli 30 dərəcə fərq var. 30 dərəcəni də 15-ə böləndə 2 saat edir. Deməli, bildiyimiz kimi həmin məntəqə qərbdə olduğu üçün deməli B məntəqəsi A məntəqəsində saat 19:20 olarsa, o zaman B məntəqəsində saat neçədir? Burada fikir versək, o zaman biz nə edirik? 19:20-nin üzərinə deməli biz 19:20-nin üzərinə 19:20 deməli burada saat verilib 19:20. Onun üzərindəki saat əlavə edirik. 20, 21, 20 edir. Və daha sonra isə bildiyimiz kimi o qərbdə doğru gedəndə artıq 180 dərəcə qərbdə getdiyimiz üçün artıq orada tarix dəyişəcək. Çünki 180 dərəcəli meridyen beynəlxalq tarixin dəyişmə xəttidir. Ona görə də olacaq 3 oktyabr. Və cavabımız olacaq burada C variantı. 23-cü sual. Xəritə sıxımında qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasında yerli vaxt fərqini müəyyən edin. Burada diqqət yetirsək, A məntəqəsi yerləşir 60 dərəcə. A məntəqəsi yerləşir 60 dərəcə qərb uzunluğunda.
B məntəqəsi isə yerləşir 60 dərəcə şərq uzunluğunda. Deməli, A məntəqəsi 60 qərb uzunluğundadır, B məntəqəsi isə 60 dərəcə şərq uzunluğundadır. Bunların yerləşdiyi saat qurşaqlarını əvvəldə təmin edir. 60 dərəcə qərb uzunluğunda neçə saat qurşağında yerləşdiyi üçün onu 15-ə bölü 4 və qərbdə olduğu üçün 24-dən 4-ü çıxırıq, 20-ci saat qurşağı. Deməli, e, A məntəqəsi 20-ci saat qurşağında yerləşdi. B məntəqəsi isə elə 60-ı 15-ə bölüb 4, yəni müvafiq olaraq 4-cü saat qurşağı. Bu da 4-cü saat qurşağında yerləşdi. 20 və 4-cü saat qurşaqları və bunlar arasında dərəcə fərqi isə hər ikisi Greenwich'dən 4 saat. Yəni dərəcələrini də toplaya bilərik. 60 dərəcəsi 120 dərəcə. 120-ni də biz 15-ə bölsək 8 saat edir. Cavabımız elədir 8 saat A variantı. 23-cü suala baxın. Qış gündönümü günü 30 dərəcə şimal əyində günəş şüaları neçə dərəcə bucaq altında düşər? Qış gündönümü günü, yəni günəş 23,5 dərəcə cənub enliyində zenitdə olarsa 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaq altında düşür? Bu zaman bu düsturdan istifadə edirik. 30 üstə gəlir 23,5 dərəcə. Bu da eləyir 36,5 dərəcə. 24-cü suala baxın. Mülayim işıqlanma quşağında yer, yerləşən ölkələri müəyyən edin. Mülayim işıqlanma quşağı 23,5-dən 66,5 arasında yerləşir. Bunların əsasında biz Nigeriya çıxırıq, çünki tropik işıqlanmadır. Türkiyə mülayim işıqlanmadadır, Monqolistan, Peru tropik, Panama tropik, Argentina isə mülayim işıqlanma quşağında yerləşir. 206-dır cavabımız. 25-ci suala baxın. Qütb ulduzunun müşahidə olunduğu ərazilər. Qütb ulduzunun müşahidə olunduğu ərazilərə fikir versək, qütb ulduzu ancaq şimal yarımkürəsində görünür. Madaqaskar cənub yarımkürəsi olduğu üçün olmaz. 2-də Xəzər yanı ovalıq olacaq. Siciliya adası Aralıq dənizində təbii ki, qütb ulduzu müşahidə ediləcək. 4-də Böyük Suarıcı dağ cənub yarımkürəsində olduğu üçün müşahidə edilməz. 5 Orinoco ekvatordan şimalda olduğu üçün orada da qütb ulduzu görünəcək. La Plato ovalığında isə görünməyəcək. Cavab olacaq 2, 3 və 5. 26-cı suala baxın. Qütb gündüzlərinin müşahidə olunduğu ərazilər. Qütb gündüzləri ancaq 66,5 ilə 90 dərəcə enişlər arasında baş verir. Bunun əsasında biz Novosibir adasını, Viktoriya adasını, Antarktida materiklərini seçə bilərik. Falkland, Tasmaniya və Newfoundland isə bu enişlər arasında yerləşmədiyi üçün cavab doğru deyildir. 27-ci suala baxaraq uyğunluğu müəyyən edin. Saat qurşaqlar. 4-cü saat qurşağı, 13-cü saat qurşağı və 23-cü saat qurşağı. 4-cü saat qurşağı orta meridianını biz müəyyən etsək, 4-cü saat qurşağının orta meridianı, yəni 60 dərəcə şərq uzunluğudur. Onun sərhədləri isə 60-ın üstünə 7,5, 67,5 və 60-dan çıx 7,5, 52,5-dir. Yəni bu 4-cü saat qurşağına aid olan fikirdir. Yəni 4-cü 52,5-dən 67,5-dir. 13-cü saat qurşağına orta meridianı tapmaq üçün 24-dən 13-ü çıxırıq, 11. 11 isə 15-ə vuranda 165 dərəcə qərb uzunluğudur. Onun orta meridianıdır. Amma sərhədlərini tapanda 165-in üstünə 7,5 gəlirik. 172,5 qərb uzunluğu və bir də ki 165-dən 157,5 qərb uzunluğu. Bu da 13-cü saat quşağına aid olan sərhədlərdir. Yəni bu aralıqda yerləşməlidir. Bir də 23-cü saat quşağı isə 24-dən 23-ü çıxırıq 1 və onun orta meridianı 1 vur 15 dərəcədir. 15 dərəcə qərb uzunluğu. 15 dərəcənin isə 7,5 gəlirik. 15 üstə gəlir 7,5, 22,5 və 7,5. Bu da bizim 23-cü saat quşağının orta. İndi buna uyğun olaraq sıralasaq, 170 dərəcə qərb uzunluğu müvafiq olaraq 170 dərəcə qərb uzunluğu 13-cü saat quşağına uyğun gəldi. 162 dərəcə
Qərb uzunluğu bu da 13-cü saat quşağına uyğun gəldi. Yəni AB 2-yə uyğun gəldi. 2 AB-yə uyğun gəlir. 1-ə isə 65 dərəcə şərq uzunluğu müvafiq olaraq deməli 65 dərəcə şərqi 52,5-dən 67,5 aralığındadır. Yəni birinciyə uyğun gəlir. Digərlərinə fikir verək. 18 dərəcə qərb uzunluğu 18 dərəcə qərb uzunluğu 23-cü saat quşağına uyğun gəlir və 25 dərəcə qərb uzunluğu isə heç birinə burada uyğun gəlmir. Deməli, cavabım C, AB və D şəklində olacaqdır. Siyasəyə baxaq. Yay gündönümü günü şimal sərhədinə günəş şüaları 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlanma quşağında gündüz uzun, gecə isə qısa olur. Söhbət şimal mülayim işıqlanma quşağından gedir. Çünki şimal mülayim quşağına şimal sərhədi bildiyimiz kimi 66,5 dərəcə şimal enliyidir ki, burada yay gündönümü günü bura günəş 5 çıxılsın 23,5, yəni 47 dərəcə düşəcək. Deməli, söhbət 6,5 dərəcə şimal enliyində gedir. Mətndə sizin coğrafi enlik, coğrafi enliyimiz 66,5 dərəcə şimal enliyidir və işıqlanma qurşağı şimal mülayimdir. 29-da mətndə verilmiş işıqlanma qurşağının şimalda və cənubda yerləşən işıqlanma qurşağına müvafiq olaraq şimal mülayim işıqlanma qurşağında şimalda şimal qütb işıqlanma qurşağı, cənubda isə tropik işıqlanma qurşağı yerləşir. 30-da xəritə sxeması mətndə verilmiş işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. Yəni şimal mülayim işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. 5, 2 və 4 olmaz. Bunlar tropik işıqlanma qurşağıdır. Deməli, müvafiq olaraq ABŞ 1-də və 3-də olan məntəqələr burada yerləşəcək. 1, 3 və 6. Sualın izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.